Qardaban Bələdiyyəsi meriyasının dəstəyi, Adra şirkətinin təşkilatçılığı və Polşa hökumətinin yardımı ilə Qardabanda Uşaq İnkişaf və Reabilitasiya Mərkəzinin açılışı oldu. Tədbirdə Polşalı qonaqlarla yanaşı Qardaban Bələdiyyəsinin meri David Qarqayev də iştirak etdi. Qonaqlar xüsusi qayğıya ehtiyacı olan insanların imkanlarına uyğunlaşdırılan əsaslı təmir edilmiş binada oldular. Açılış mərasimi çərçivəsində işgüzar görüş keçirildi. Tərəflər mərkəzin yaradılmasının əhəmiyyətini və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər. Qardabanda Uşaq Reabilitasiya və İnkişaf Mərkəzinin açılması çox mühüm addımdır. Burada erkən müdaxilə və abilitasiya proqramları fəaliyyət göstərəcək. Belə ki, biz meriyanın müvafiq şöbəsinin yardımçılığı ilə bu mərkəzi yaratdıq. Bugün Baş nazir hökumətin illik hesabatını parlamentə təqdim etdi. Hesabatda digər məsələlərlə yanaşı təhsil sektoru da müzakirə olundu. Burada həyata keçirilən islahatlar, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr ətraflı müzakirə edildi. Təhsil infrastrukturunun inkişafı mərkəzi ləğv ediləcək və onun funksiyaları Regional İnkişaf Nazirliyinə və Tbilisi meriyasına veriləcək. Bu qərarla bağlı normativ bazaya dəyişiklik edilməlidir. Hesab edirəm ki, bu dəyişiklik o cümlədən uzun müddətli perspektivdə hesab edirəm ki, bu funksiya yerli öznidarə etmə orqanlarına verilməlidir. Məktəblərin saxlanılması gələcəkdə yerli öznidarə etmə səviyyəsinə verilməli səlahiyyətlərdən biridir. Uzun müddətli perspektivdə hətta məktəblərin tikintisi və bərpası da yerli hökumətlərin üzərinə düşə bilər. Bu hazırki mərhələdə aralıq addımdır. Bu funksiyanı Regional İnkişaf Nazirliyi Tbilisi hissəsində isə meriyası həyata keçirəcək. Prosedurlara gəlincə, təfərrüatlar müzakirə olunacaq, müddətlər də müəyyənləşdirilməlidir və ən əsası odur ki, proseslər qüsursuz aparılmalıdır. Məhərrəm ayı başladı. Bu gündən məscidlərdə 10 gün davam edəcək əzadarlıq məclisləri başlayır. İmam Hüseynin Kərbəla döyüşü İslam tarixinin ən faciəli və eyni zamanda ən əhəmiyyətli hadisələrindən biridir. Bu döyüş indiki İraq ərazisində yerləşən Kərbəla düzündə baş vermişdi. 10 gün davam edən qarşı durma 680-ci ildə Məhərrəm ayının 10-unda başa çatıb. Bəni Üməyyə, Yezid və onun tərəfdarları haram ayda Peyğəmbərin ailəsinin ən hörmətli şəxsiyyət sayılan İmam Hüseyin əleyhissalamı və onun yaxınlarını və onun sahabələrini Kərbəla adlanan bir çöldə şəhid ediliblər və ailəsini də əsir götürüblər. Mühərrəm ayı Əhl-i Beyt məktəbinə görə, Əhl-i Beyt inanclarına görə əza ayı və matəm ayıdır. Yaxşı olar ki, bu ayda müsəlmanlar şadlanmaqdan, xüsusən bu 10 gündə və yaxud imamın 40-ına qədər, yaxşı olar ki, toydan, sevinməkdən, yəni xeyir işlərdən uzaq dursunlar və Əhl-i Beytə bir növ ehtiramdır bu ayda, bu günlərdə toy eləməmək. Yəni Məhərrəm ayı hər il olduğu kimi Gürcistanın müxtəlif yerlərində qeyd olunur, cümlədən İmam Əli Əleyhisselam məscidində də 10 gün boyunca şam namazından sonra məclislərimiz olacaq və eyni zamanda Məhərrəm ayının 9-cu günü Tasua yürüyüşü olacaq hər il olduğu kimi və onu da Aşuradır Məhərrəm ayının, İyul ayının 5-i Tasuadır, 6-sı da Aşuradır. Allah inşallah bu ayda olunan ehsanları və əza məclislərini ali dərəcədə qəbul eləsin inşallah. Xəbərlər informasiya proqramı bununla sona çatdı. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.